Mən muhabbetke işinimən. Çünkü mən muhabbetlik ailede çoğ bulğan. Bulup kalsa bir küni fırsat, geplerim var sana deydigan. Yürügümni kıynamakta dert, geplerim var sana deydigan. Yürügümni kıynamakta dert, geplerim var sana deydigan. Mən muhabbetke işinimən. Çünkü mən muhabbetlik ailede çoğ bulğan. Dadamның anamga qarashlarından mən söyüşni öyrənген. Anamның dadamga qılğan muamelesindən mən hörmətləşni öyrəngen. Ular addi adam, amma xili dandarlar qurup çıxalmağan bəxtlik ailini qurup çıxqan. Ular insaniyetke birer çoğ töhbə yaratmağan. Amma insaplıq, niyeti durus pərzətlərini tərbiyələb çıxqan. Mana mən şu ailənin pərzəndi. Yaş 30'a yakınlaşkan seri hayatını biraz düşünüşke başlaysan. Sakal bulutların quyuqlaşqanca arzularının reallıqqa yandışıvatqanlığını bayqaysan. Biraz eğir bisiqlisisən. Yaş çoğayğanca muhitni özgərtişdən bəkrək, onunla maslaşıb yaşaşqa tırışdığın, özünki köpürək küçeydiğin bulursan. Şundaq, pişib etilişke başlağan sıra, hayatının biz xiyal qılğandək o kadar tatlıq, yaki biz ənsirgəndək önce ola qorqunuşluq bolmaydığanlığını, her günümüzün şad-xuramlıq və yaki bütkül hayatımızın qaygı perişanlıq işidələ ötməydiğanlığını, köpünce vaqtlarımızın muşu ikisi arasında bulduğanlığını düşünüp yetişsən. Hər az 30 yaşlarında dadanğa qayıl buluşqa başlaysan. Mənlə deyişdin, ətrafındakilərə biraz mehir betişke. Sen söygənlərdən bəkrək, senin söygənlərə yüzdün işke. Dərtlərini yürügənə kümü ötüb, dərdi yoxdək, görünüşke başlaysan.